Salam əziz dinləyici. Mən Səsli Kitab Gündəliyindən Mərhəməti Öyrədən Hekayələr kitabının ilk hekayəsi Mismar İzləri ilə gündəliyi başlamaq istəyirəm. Əhmədin istədiyi olmayanda həmişə əsəbləşərdi. Buna görə də dostları ilə arası yaxşı deyildi. Çox vaxt onlarla mübahisə edərdi. Heç kim də onunla dostluq eləmək istəmirdi. Əhmədin bu halı valideynlərini çox narahat edirdi. Əslində onlar uşaqlarının qəlbinin sevgi dolu olduğunu bilirdilər. Bir gün Əhməd həyətdə oynayırdı. Atası da pəncərənin qabağında dayanıb onu izləyirdi. Elə bu vaxt atasının ağlına bir fikir gəldi. O təmir çantasından çəkic və bir qədər mismar götürüb həyətə düşdü. Əlindəkiləri oğluna uzadıb dedi: "Oğlum, deyəsən darıxırsan. Gəl sənə bir iş tapşırım. Bu mismarları bağçanın çəpərinə vura bilərsən?" Əhməd çiynini çəkib: "Mismarları vuranda nə olacaq ki?" deyə cavab verdi. Atası oğlunun saçını tumarlayıb dedi: "Hə, bunu sonra biləcəksən. Ancaq mismarları ora vurmağın üçün mənim bəzi şərtlərim olacaq. Məktəbdə biri ilə dalaşanda, hansısa dostuna pis söz deyib qəlbini qıranda, ətrafındakı canlılara zərər vuranda, bağçadakı çəpərə bir mismar vurarsan. Razılaşdıq?" Əhməd bu qəribə təklifə bir məna verə bilmədi. Ancaq mismar vurma fikri onun xoşuna gəldi. Buna görə də atası ilə razılaşdı. Birinci həftə Əhməd çəpər taxtasına 30 mismar, sonraki həftə isə 20 mismar vurdu. Hər həftə çəpərə vurduğu mismarların sayında açıq-aşkar azalma hiss olunurdu. Çünki Əhməd hər mismar vuranda elədiyi səhvləri, incitdiyi dostlarını xatırlayırdı. Bu da onu məyus edirdi. Əhməd bir gün taxta çəpərə heç mismar vurmadı. Bunu görən atası ona başqa bir iş tapşırdı. "Oğlum, bugündən dalaşmadığın, heç kimin qəlbini qırmadığın hər gün üçün həmin mismarlardan birini çıxar." Əhməd əvvəlcə bunu eləmək istəmədi. Ancaq mismarları çıxarandan sonra nə edəcəyini xəyal elədi. O, mismarları çıxarmaq üçün atasının dediklərini eləməyə, kimsənin qəlbini qırmamaq üçün əsəbiləşməməyə, sinif yoldaşları ilə xoş rəftar etməyə başladı. Dostları Əhmədin bu hərəkətlərinə məna verə bilmirdilər. Ancaq yenə də heç kim ona yaxınlaşmaq istəmirdi. Çünki əvvəlki Əhməd yenə qayıda bilərdi. Bir gün taxtanın üzərində heç mismar qalmadı. Əhməd atasının yanına qaçıb dedi: "Ata, taxtada heç mismar qalmadı. İndi nə edə bilərəm? Onu bəri başdan deyim ki, mismarları sənə verməyəcəm ha." Atası sevincək dedi: "Afərin oğlum, mismarlar səndə qala bilər. Ancaq indi bu taxtaya diqqətlə bax, nə görürsən?" Əhməd sakitcə dedi: "Mismar deşikləri ilə dolu taxta parçası." "Bilirsən Əhməd, bu taxta bir də əvvəlki kimi olmayacaq. Bu izlər onun uzun müddət burada qalacaq. Sən bilmədən incitdiyin, dalaşdığın dostlarının qəlbində bəzi izlər buraxdın. Bunu düzəltmək üçün onlardan özür istəyə bilərsən. Hər şeyə əsəbləşib insanları incitmə. Nə vaxt birinə qəzəblənsən, onda bu mismar deşiklərini yadına sal. Oldu oğlum?" Əhməd dalaşmadığı halda dostlarının niyə ona soyuq münasibət göstərməsinin səbəbini indi başa düşdü. O, tək və dostsuz qalmaq istəmirdi. Əhməd həmin gündən sonra özünə söz verdi ki, bir daha dostlarını incitməyəcək. Onlarla mehriban davranacaq. İndi o, yıxılan dostunun əlindən tutur, yolu keçən qocaya kömək edirdi.
Əhməd bir vaxtlar ondan qaçan dostlarının indi onu sevdiyini görəndə çox sevinirdi. Əziz dinləyicilər, növbəti səsli kitab gündəliyimizin hekayəsi balaca bir gülüş olacaq. Növbəti hekayədə sizi gözləyirəm.